İbn Abbasla qarşılaşır Ömər. İbn Abbasa deyir ki, Peyğəmbərdən sonraki Qureyş xilafəti sizdən aldı, xilafəti sizə vermədi. Səbəb bu idi ki, bilirdi əgər xilafət sizin əlinizə düşsə də oradan çıxmayacaq. Qalacaq elə Bəni Haşimin əlində. İbn Abbas Ömərə deyir, icazə ver, mən bir söz deyim. Əgər əsəbləşməyəsənsə, özündən çıxmayacaqsansa, deyim. Yox, özündən çıxarsansa, deməyim. Bəli. Ömər deyir ki, yox, denə. Deyir ki, bu ki, deyirsən, insanlar xilafəti verməlidir və düzüş gördülər, müvəffəq oldular. Aya, bu düzüş, bu müvəffəqiyyət elə Allahın istəyi ilə uyğun idi, yoxsa yox? Allah istəyəni cəmaət seçdi, yox, Allah istəyəni seçmədilər. Öz istədiklərini. Öz istədiklərini. Əgər Allah istəyəni seçməyiblərsə, bəs niyə bunun adını qoyursa müvəffəqiyyət? Bu müvəffəqiyyət deyil, müvəffəqiyyət o vaxt olar ki, Allahın da rəyi orada. Allahın da istəyi olsun. İndi insanlar gəlib yanlış bir seçim ediblər, bunun adını niyə müvəffəqiyyət qoyursan? Və bunu deyəndən sonra... Maraqlıdır, Ömər nə reaksiya verdi? Bəli, sonra bir ayə oxuyur, çox maraqlıdır ayə. İbn Abbas oxuyur. İbn Abbas oxuyur. Muhammed surəsi, sallallahu aleyhi və səlləm, 9-cu ayə. Zalikə, bu ki, sən deyirsən, insanların ikrahı var idi, xilafət Bəni Haşimin əlinə düşsün. Bax, gör, Allah nə deyir? Allah o ikrahı olanlar barəsində nə deyir? Zalikə bi'ənnəhum kərihu ma ənzəlallah fəəhbətə ə'maləhum. Allah buyurur ki, o şeyi ki, Allah nazil eləmişdi, insanların ondan kirahəti var idi, yəni Peyğəmbərdən sonra o canişinlik məsələsində. Allah nazil eləndiyində insanların kirahəti vardı. İnsanlar istəmirdi Əmirəl-Möminin gəlsin xilafət başına. Allah neynəyir? Allah da fəəhbətə ə'malın. Allah da onların əməllərin puç eləyir, heç nə eləyir. Baxın, bu ki, Şii əqidəsi budur ki, vilayəti qəbul etməyənin heç bir əməli qəbul deyil. Bu ayə əsasən, ayə təsdiqləyir, bəli. Bu ayəni oxuyur, Ömər narahat olur. Baxın, onun dəlili, sübutunun qarşısında Quran ayəsi gətirib və Quran ayəsi tam işarədir bu məsələyə. İkrahları var idi Allahın nazil elədiyinə, Allah da onların əməllərini puç elədi. Ümumiyyətlə, bilirsən nə var? Səndən bəzi sözlər gəlir, mənə çatır ki, mən qəbul eləmək istəmirəm. Yəni, qəbul eləsəm, gərək səni cəzalandıram. Bu sözündən sonra Ömər deyir İbn Abbas. Deyir ki, nə söz gəlir çatır? Əgər düz sözdürsə, düz söz gərək mənim məqamı sənin yanında aşağı gətirməyə. Çünki Ömər deyirdi ki, bəzi sözlər gəlir çatır, mən istəmirəm o sözlər sənin barında deyilsin, istəmirəm sənin məqamın azalsın, kiçilsin, çünki mən sənin xeyirvi istəyirəm. Deyir, yox, yalan sözlüsə mən hazıram o yalanları neyniyəm, ifşa eləyəm və özümdən müdafiə eləyəm. Deyir, məsələn, nə gəlir? Məndən nə deyirlər? Deyir, sənin barında deyirlər ki, sən demirsən ki, bizim haqqımızı zülmlə və həsadətlə, paxıllıqla aldılar. Demirsən bu sözü? Deyir, bəli, demişəm. Nə əsasa demirsən? Deyir ki, bizi olunan zülüm kimə aşkar deyil ki? Hamı bilir də bizi olunan zülümü. Nəyə işarə eləyir? Xanım Zəhranın başına gələn hadisələri, ona olunan zülümləri. Elə bu zülümləri də o Həzrətin başına gətirən kim idi? Həmən o ikinci xəlifə idi.